Mən bir kəsi salamlayıram. Sizlərlə bir yerdə biokimya bölməsindən 95-ci suala baxaq. Sınaq şüşələrinin hər birinə eyni miqdarda zolal həzmlə həyata keçirən ferment əlavə edilmişdir. Hansı sınaq şüşəsində və ya şüşələrində monomer maddələrə rast gəlinməz? Birinci sınaq şüşəsində DNT-dir. DNT nükleidlərdən təşkil olunubdur və burada zolal həzmlə həyata keçirən ferment yoxdur. İkinci xromosom. Xromosom DNT vizuallardan təşkil olunubdur və bəli, burada monomer maddələrə rast gəlinə bilər. Üçüncü, hepatit C virusu virusların xarici kapsidiyə əsasən bilirik ki, zolal mənşəlidir və zolalın həyatını keçirən həzmini fermentlər var və monomer maddələrdə rast gəlinir. Dördüncü, xolesterindir. Xolesterin lipid mənşəlidir. Burada zolal yoxdur. Lipidlər özü parçalanır gliserin və yağ turşularına, ona görə aid edilmir. Cavab aiddir. 1-dən 4 C bəndi.